Herkese salam. İlk videomuza hoş gəlmisiniz. Gördüğünüz kimi bu günləri sizinlə HTML nədir mövzusunda yeni bir yola başlayırıq. Biz bu yolda nələri öyrənəcəyik? Yəni HTML-ın nə olduğunu sizinlə biz bu bölümdə öyrənəcəyik. Yəni bu playlist formatında olacaqdır və gördüyünüz kimi bu mənim ilk videomdur və YouTube-dakı da ilk videomdur. Daha doğrusu həyəcandan danışamadım, üzr istəyirəm. Özümü təqdim edeyim, mən Qurbanov Ümid, full stack developeram. Artıq 3-4 ilə yaxındır ki, bu sahə ilə məşğulam. Bu kanalda sizə sıfırdan HTML, CSS və ümumilikdə veb-sayt yaratmağı çox sadə dildə izah edəcəm. Sual yarana bilər ki, təkcə HTML, CSS, JavaScript mi? Xeyr. Önümüzdəki günlərdə digər mövzulardan da video dərslər paylaşılacaqdır. Əgər sizlər də heç vaxt kod yazmayıbsınızsa, narahat olmayın. Bu dərslərlə siz tam rahat bir formatda və sıfırdan veb-sayt yaratmağı öyrənəcəksiniz. Deməli, biz bugünkü mövzumuza nələri öyrənəcəyik? HTML nədir, nəyə görə vacibdir, ilk veb səhifəmiz necə qurulur, bunlar haqqında məlumatlar əldə edəcəyik. Digər YouTube kanalları kimi uzun-uzadı və yorucu formatda keçməyəcəm. Bacardığım qədər daha ətraflı, geniş və sadə dildə izah etməyə çalışacağam və sizin də dəstəyinizi gözləyirəm. Yəni ki, kanala abunə olub, videoya like atsanız, bu mənim üçün ən böyük dəstək olar və şərhlər bölməsində fikirlərinizi mənimlə mütləq bölüşün. Bu mənim üçün çox vacibdir. Deməli, keçək HTML nədir? HTML bildiyimiz kimi proqramlaşdırma dili deyil, sadəcə Hypertext Markup Language, yəni hipermətin işarələmə dilidir. Biz HTML-lə veb saytlarının skeletlərini yaradırıq, yəni strukturunu qururuq. Və buradan da gördüyünüz kimi HTML-da bir insan skeleti formatında təsəvvür edək. Header bölməmiz, yəni navbar bölməmiz veb saytımızın ən yuxarı hissəsi header sayılır. Veb saytımızın yəni tam ortası body, ən aşağı hissəsi isə footer sayılır. İndi isə header bölməmizdə bizim navbarımız ola bilər. Login register bölməsi, səbət bölməsi, bir çox logo, bunun kimi bir çox bölmələr ola bilər. Ancaq body bölməsində isə kartlardır, müəyyən pəncərələrdir, slider ola bilər. Bunları body, yəni main taginin içərisində qeyd edirik biz bunu. Body tag olur, body taginin içərisində də main tag. Daha sonra ən sonda isə footer olur. Footer tagi isə nədir? Biz footerda web saytın ən aşağı hissəsini qeyd edirik. Yəni ki, orada linklər olur, səhifədə hansı keçidlər var, onları hamısını ora qeyd edirik. Ən əsası da sosial media hesablarımızı ora qeyd edirik və e-mail ünvanını ilə abunə ol bölməsi də əlavə edə bilərik. Biz bunların hamısını gələcək dərslərdə sizinlə bir-bir keçəcəyik və heç narahat olma ehtiyac yoxdur. Bu dərslərimizdə sizinlə sıfırdan HTML, CSS, JavaScript və digər proqramlaşdırma dillərini öyrənəcəyik. Gördüyünüz kimi HTML brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətin dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb səhifənin növünü, funksiyasını təyin edən deskriptorlar əsasına yaradılmış bir dildir. Yəni buradan da anlaşılar kimi HTML proqramlaşdırma dili deyil. Biz HTML-la web saytın strukturunu qururuq. İndi mən sizə bunun strukturunu göstərmək istəyirəm. Yazaq məsəl üçün, bunu ingiliscəsində yazaq, göstərim sizə. Website header. Websitedə header nədir? Okey. Gerək varmı? Okey. Gördüyünüz kimi web saytda header bölməmiz bu bölmədir. Yəni biz burada search bölməsi var. Gördüyünüz kimi bu web saytda bunu böyüdək. Bu İran səhifəsidir, səhv etmirəmsə burada anlaşılan deyil. Daha oxunaqlı bir səhifə olsun. Deyək ki, buradan baxaq görək burada. Okey, var. Ne oldu buna? Baxın.
Bu bölmə web saytımızın header bölməsi sayılır. Yəni gördüyünüz kimi burada linklər qeyd olunubdur. Yəni əlaqə, blog, search bölməsi bunun kimi və burada orta hissəmiz isə body bölməsi sayılır. Body bölməmizdə də nələri qeyd edirik? Body bölməsində biz şəkillərdir, sonra təqlərdir, məlumatlardır. Bunların hamısını burada qeyd edirik və ən aşağı hissəyə düşəsi olsaq, görək footer varmı? Bəli, burada footer bölməmizdir. Daha doğrusu bu web saytda footer o qədər əks olunmayıbdır. Ancaq footerda linklər falan belə şeylər paylaşılır. Daha sonra mən sizə göstəreyim. Nəyi necə eləyəcəksiniz? Deməli yazırsınız ilk öncə Visual Studio kodu. Visual Studio kodu yüklüyorsunuz. Gördüğünüz gibi buradan. Daha doğrusu gelirsiniz bura. Download for Windows. Vurursunuz, qeyd edirsiniz. Okey. Avtomatik olarak Visual Studio kod yüklemeye başlayır. Məndə yüklüdür deyə mən bir də bunu yükləməyəcəm. Yəni siz bunu yüklüyorsunuz və önümüzdəki dərslərdən Visual Studio kod ilə kodları yazmağa davam edirik. Gələn dərs görüşmək ümidi ilə bugünlük dərsimiz bu qədər.